Hər vaxtınız xeyir olsun, dəyərli gözəl həmvətənlər. Bugünkü videomuzda sürücülük vəsiqəsinin teorik hissəsinin imtahanı ilə bağlı söhbət edəcəyik. Bu söhbət əsnasında mənə verilən suallara cavab verəcəm. Eyni zamanda da sizə kiçik bir deməli təsvir eləyəcəm ki, bu sürücülük vəsiqəsi imtahanının, sürücülük vəsiqəsi imtahanının teorik hissəsini əgər siz dil bilmirsinizsə necə keçə bilərsiniz? İkinci olaraq da əgər teorik hissəsini keçdinizsə, praktik hissədə, yəni o yezda hissəsi deyilir, maşın sürmək hissəsində tərcüməçinin köməyindən istifadə edə bilərsinizmi? Başlamadan öncə o həmişə mənə verilən o suala çox sürətli bir şəkildə cavab verim. Sual budur ki, sən hüquqi olaraq belə bir hüququn vardımı ki, yəni o sualı mənə verirlər. Gedib oturub hər hansı bir şəxsin imtahanında rəsmi olaraq tərcüməçilik eləyəsən. Bəli, mənim artıq 2019-cu ildən bəridir ki, mən məhkəmənin yanında rəsmi andlı tərcüməçiyəm. Həm Azərbaycan, həm də türk dilində. Eyni zamanda artıq 1 ilə yaxındır ki, həmin bu deməli sürücülük vəsiqəsi imtahanlarının teorik hissəsinin imtahanlarına girib tərcüməçiliklər eləmişəm. Yəni bu da mənə müəyyən bir həm təcrübə verir, həm də hüquqi bir zəmin hazırlayır ki, mən gedib ehtiyacı olan şəxslərə tərcüməçilik fəaliyyətimi necə deyirlər, təqdim edeyim. Bu yəni belə. Qısacası mənə müraciət eləyə bilərsiniz. Heç bir problem olmadan mən gəlib sizin o imtahanınızda rahat bir şəkildə iştirak edə bilərəm. Bu öz yerində. İndi belə bir sual ortaya çıxır. Nə vaxt ürəyimiz istəsə, gedib həmin o sürücülük vəsiqəsi imtahanına girib, səni də özümüzdən ora apara bilərikmi? Pardon. Həmin bu sualın cavabı xeyirdir. Çünki müəyyən qaydalar vardı. İndi o qaydalar haqqında əlbəttə ki, söhbət edəcəyik. Və o qaydalara nə etmək lazımdır? Riayət eləmək lazımdır. Birbaşa başlayaq. Deməli, sürücülük vəsiqəsi əldə eləmək istəyirsinizsə, bilirsiniz ki, 2 dənə etapdan keçməlisiniz. O etaplardan birincisi kod de la route-dur. Həmin o kod de la route-da yazılı suallar olur. O suallara gedirsiniz, cavab verirsiniz. O suallara cavab verdikdən sonra 35-dən yuxarı əgər doğru cavabınız vardısa, siz o birinci mərhələni keçmiş sayılırsınız. Həmin bu mərhələdə əgər siz fransız dilini yaxşı bilmirsinizsə, sizin hüququnuz vardır ki, tərcüməçi tapasınız özünüz üçün, amma andlı tərcüməçi, yəni məhkəmənin yanında olan, qeydiyyatda olan bir tərcüməçi olmalıdır. Həmin tərcüməçini tapırsınız. Tapdıqdan sonra onunla əlaqəyə keçirsiniz. İndi mərhələlərini izah edirəm. Həmin tərcüməçi ilə əlaqəyə keçirsiniz. Deyirsiniz ki, qardaş və yaxud da bacı, sən bu tipli tərcüməçiliklər eləyirsənmi, eləmirsənmi? Razılaşdıqdan sonra gedirsiniz DDT. DDT yazmışam bura. DDT deyilən bir mərkəz vardı. Hər bölgənin öz DDT-sı vardı. Gedirsiniz həmin o DDT-ya, deyirsiniz ki, bəs mən dil bilmədiyim üçün bu vaxt tərcüməçi vasitəsilə bu teorik hissəni imtahanını keçmək istəyirəm. Ondan sonra həmin o adamlara tərcüməçinin adresidir, nömrəsidir, adıdır, soyadıdır verirsiniz. Deyirsiniz ki, bəs bu adam mənim tərcüməçim olacaqdır. Yəni mərhələlər budur da. Birinci olaraq tərcüməçi ilə danışırsınız. Razılaşdıqdan sonra DDT-ni gedib tapırsınız, onlarla söhbət edirsiniz, onlara e-mail yaza bilərsiniz. E-mail daha rahat olar, fransızca bilmirsinizsə. E-mail yazanda həmişə tərcüməçini də o e-mailin içərisinə qoysanız yaxşı olar ki, o da baxsın söhbət nədən gedir. Həmin o mərhələni keçdikdən sonra, onlar sizə təsdiq elədikdən sonra tərcüməçi onlarla əlaqə saxlayır. Tərcüməçi onlara bir e-mail göndərir. E-maildə həqiqətən andlı tərcüməçi olduğunu göstərən sənədi onlara göstərir. Onlara təsdiq edir ki, tərcüməçi onlara sual verir ki, ödənişi DDT mi ödəyəcəkdir, yəni siz mi ödəyəcəksiniz, yoxsa müştəri mi ödəyəcəkdir?
Çünki bəzi DDT-lər vardı ki, tərcüməçinin pulunu özləri ödəyirlər. Bəziləri də vardı ki, deyirlər, yox, biz ödəmirik, müştəriyə ödətdirirlər. Tərcüməçi o sualı verdikdən sonra, o sualın cavabını tapdıqdan sonra yenə o müştəri ilə, namizədlə, müştəri dediyim biraz pis çıxır, namizədlə söhbət eləyir. Namizədə deyir ki, bəs DDT pulu ödəməyəcəkdir, namizəd pulu ödəməlidir. Həmin o namizədə xərclərinin siyahısını deyir ki, tutaq ki, nə bilim 200 avro yol xərci olacaqdır, 50 avro otel xərci olacaqdır. Ondan sonra bir də ki, tərcümə hardasa 2 saat davam eləyir. Yəni 40 dəqiqə yox, 2 saat davam eləyir. Çünki həmin o tərcümə prosesində bir neçə tərcüməçi olur. Növbə ilə tərcümə eləyirlər. Yəni 3 dəfə daha artıq zaman gedir. Onların hamısını deyir. Qiymətdə razılaşırlarsa, ondan sonra artıq hər şey qaydasında olur. İmtahan vaxtı tərcüməçi gedir. Oradakı şəxslə görüşür. İmtahana girmədən öncə əlbəttə ona bir daha izah edir ki, mən burada sadəcə tərcümə üçün gəlmişəm. Yəni mən sənə kömək eləməyəcəm. Kömək eləmək üçün zaten şərait də yaratmırlar. Hüququm da yoxdur. Yəni namizəd yaxşı hazırlaşmalıdır ki, oradakı imtahanda artıq orada neynəsin? Rahat bir şəkildə nəticə göstərsin. Yəni nəticəni tərcüməçi göstərmir. Təbii tərcüməçi düzgün tərcümə eləməlidir. Amma əsas nəticəni oradakı namizədin hazırlığı göstərəcəkdir. Və imtahan otağına girirlər. İmtahan otağına girdikdən sonra orada nə baş verir? Tərcüməçini kürəyi ekrana oturdurlar. Namizədi üzü ekrana doğru oturdurlar. Yəni namizəd oradakı ekranı görür. Amma tərcüməçi ekranı görmür. Ekran tərcüməçinin arxasındadır. Və orada bir şəxs, məmur, həmin keçən sualı oxuyur. Ekranı sadəcə namizəd görür. Yəni namizədin üzü ekrana doğrudur. Oradakı məmur sualı oxuyur. Sualı oxuduqdan sonra tərcüməçi tərcümə eləyir və namizədin əlində belə bir knopka olur. Knopkanın üstündə 4 dənə A, B, C, D variantları olur. Bir də ki, təsdiqləmək üçün yaşıl rəng, qırmızı rəngli şeylər olur. Knopkalar olur. O knopkalara basır, təsdiqləyir, sonra digər suala keçir. Yəni bunun qaydası belədir. Ümumi qaydası belədir. Ödəniş adətən əgər tərcüməçi sizin şəhərinizdə yaşayırsa, yol puluna falan çox pul verməyəcəksinizsə, hardasa 250-300 avro arasında dəyişə bilər. Amma əgər tərcüməçini başqa bir şəhərdən gətizdirirsinizsə öz şəhərinizə, o böyük ehtimalla yol pulunu da sizdən alacaqdır. Yəni bu məntiqlidir, normaldır. Ondan sonra əgər çox uzaqda qalırsa, oteldə qalacaqdır. Otelin pulunu da sizdən alacaqdır. Yemək yeyəcəkdirsə, o yeməyin də pulunu sizdən alacaqdır. Yəni bunların hamısı məntiqli bir şeydir. Və ümumi götürəndə hardasa 500, 600, 700 avroya qədər qalxa bilər. Onun üçün də məsələn, həmin bu ümumi miqdarı tutaq ki, deyək ki, tərcüməçinin pulu 800 avro elədir. Düzdür? Çünki çox uzaqdan gəlir, bir gün oteldə qalacaqdır, yemək yeyəcəkdir və s. və ilaxır deyək. Tərcüməçinin pulu əgər belə çox olursa, məsləhətdir ki, 3-4 dənə həmvətəniniz yığışsın, eyni vaxtda o imtahanı keçsin. Çünki bir tərcüməçi 10 dənə namizəd üçün tərcüməçilik eləyə bilər. Yəni oradakı namizədlər oturur, tərcüməçi tərcüməsini eləyir, oradakı namizədlər də cızır. Əgər həmin o 800 avronu bölsəniz 10 nəfərin arasında cəmi 80 avro eləyəcəkdir. Yəni biri var 1 nəfər 800 avronu ödəsin, bir də var ki 10 nəfər 800 avronu ödəsin. Hə, belə. Bu qədər və başqa nə məlumat verə bilərəm? Hə, yəni bu tərcümənin, pravanın teorik hissəsində tərcüməçiyə icazə var. Amma pravanın o yezda hissəsində, sürmək hissəsində yox, tərcüməçiyə artıq icazə yoxdur. Orada suallar və s. verilir. O sualların hamısına fransız dilində hazır olmalısınız.
ən azından A1 səviyyəsində fransız diliniz olmalıdır və tutaq ki, oradakı sükanın nə olduğunu, ondan sonra o pavarotnikin nə olduğunu, nə bilim, orada avaronilər vardı, averenilər vardı. Onun nə olduğunu, təkərin nə olduğunu, nə bilim, motorun qapağının nə olduğunu, onların hamısını siz fransızca bilməlisiniz. Sağa dönməkdir, sola dönməkdir, geriyə dönməkdir. Yəni bunların hamısını kruk sözüdür və s. Onların hamısını fransızca bilməlisiniz. Çünki həmin bu ikinci hissədə tərcüməçiyə qətiyyən icazə yoxdur. Sağa dön deyəcək, sola dön deyəcək, nə bilim, parkovka elə deyəcək, sonra nə deyəcək? Yəni motorun qapağını aç deyəcək, kapotu aç deyəcək, sonra nə bilim, suyu dəyişmək şeyini göstər deyəcəkdir və s. Onların hamısını fransızca bilməlisiniz. Ona görə də əgər imtahanı tərcüməçi ilə keçəcəksinizsə belə, ikinci imtahanda, praktik hissədə hazır olmalısınız ki, sizə texniki suallar gələcəkdir. Yəni tərcüməçiyə güvənməməlisiniz. Belə dostlar, mərhələləri sizə izah elədim. Bir daha rezümə eləmək istəyirəm. Əgər tərcüməçi ilə keçmək istəyirsinizsə, hər hansı bir oto-ekola yazılmısınızsa, həmin o oto-ekol ilə, avtoşkola ilə danışmalısınız. Deməlisiniz ki, bəs qardaş, mənim belə bir tərcüməçim var, tapmışam. Bu tərcüməçi vasitəsi ilə mən imtahanı keçməli istəyirəm. Onda avtoşkola özü tərcüməçi ilə əlaqəyə keçəcəkdir, ondan söhbət eləyəcəkdir, detallarını danışacaqdır. Amma əgər özünüz hazırlaşırsınızsa, tək hazırlaşırsınızsa və yenə də bu sürücülük vəsiqəsinin teorik hissəsinin imtahanını keçmək istəyirsinizsə, onda avtoşkolaya yox, DDT deyilən yerə yaxınlaşırsınız. Oradakı məmurdan söhbət eləyirsiniz, deyirsiniz ki, bəs mən imtahanı tərcüməçi ilə keçmək istəyirəm, mənə tarixləri deyin. Tarixlər çox önəmlidir, çünki ildə 2 dəfə keçirilir. Yəni hər ay gedib orada, hər həftə gedib girə bilməzsiniz. Və o DDT-dakı məmur sizə vaxtı deyir, qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçdikdən sonra sizə e-maillə deyəcəkdir ki, 30 avroluq şey var. Nə deyirlər ona? Tambıq deyirlər. Tambıq marka deməkdir. Həmin o markanı ödəməlisiniz. Rüsumdur, dövlət rüsumunu ödəyirsiniz. Ödədikdən sonra gün gəlir, gedirsiniz, oturursunuz, keçirsiniz imtahanınızı. Daha sonra da praktik hissəyə artıq prefekturda qeydiyyatdan keçib, praktik hissəyə gedib girə bilirsiniz. Başqa nə sualınız olsa bu məsələ ilə bağlı qəti çəkinmədən mənə o sualları yönləndirə bilərsiniz. Bildiklərimin hamısını cavablamaqdan çox məmnun olacağam. Hələlik gecəniz xeyrə qalsın və sizə xoş yeni il arzu edirəm.